İlham Əliyev və Putin görüşünü necə dəyərləndirirsiniz? Əvvəla təşəkkür edirəm, salamlayıram, tamaşaçılarımızı salamlayıram. Həqiqətən də bu görüşün keçirilməsinə çox böyük ehtiyac var idi. Çünki Rusiya və Azərbaycan münasibətlərinin gərginləşməsi, hətta deyərdim ki, bir böhran səviyyəsinə gəlməsi, bu nə Azərbaycana xeyrinə idi, nə də Rusiyanın xeyrinə idi. Və həm də bizim bu məsələyə görə, bu gərginliyə görə heç bir məsuliyyətimiz yox idi. Azərbaycan dövləti Rusiya ilə əbədi qonşudur. Rusiya bizim şimal qonşumuzdur və münasibətlərimiz də strateji tərəfdaşlıq hətta 2022-ci ilin fevralından laf onun müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Yəni o deməkdir ki, fundamental məsələlərdə Bakı, Moskva münasibətləri, mövqeləri üst-üstə düşür. Bəs onda nə baş verdi ki, müttəfiq özünü hesab edən dövlətlərdən biri, yəni Rusiya, Azərbaycana qarşı tamamilə müttəfiqlik münasibətlərinə daban-dabana zidd olan bir davranışı ortaya qoydu. Münasibətlərimiz dediyim kimi daha o qırmızı xəttə yaxınlaşmışdı və indi təbii ki, sual olmalıdır ki, niyə yaxınlaşmışdı, nədən biz dost dövlətlər, müttəfiq dövlətlərin münasibətlərimizi qırmızı xəttə gəlib çıxsın? Bunun ilk növbədə əsas səbəbi keçən ilin dekabr ayının 25-dən baş verən hadisə idi. Rusiyanın Azərbaycanın hava deməli gəmisini, bizim təyyarəmizi vurması və 38 nəfərin həyatına son qoyması nəticəsində münasibətlərimizdə ciddi problemlər yaşandı. Və Azərbaycan prezidenti Cənab İlham Əliyevin bu şəraitdə çox aydın bir tələbləri oldu. Birincisi, üzrxahlıq. İkincisi, baş vermiş hadisəyə görə kompensasiya. Üçüncüsü isə cinayətkarların, canilərin tapılması və cəzalandırılması. Bir üzrxahlığa oxşar bir davranış oldu. Amma nə cinayətkar cəzalandırılmadı, nə də heç bir kompensasiya dövlət səviyyəsində kompensasiya ödənilmədi. Və bu az imiş kimi Azərbaycan buna öz etirazını bildirəndə, öz qanuni tələblərini ortaya qoyanda, qarşı tərəf bunu bilib bizimlə münasibətlərə yenidən baxmaq əvəzinə, bəli, yenidən baxdı, amma başqa istiqamətdə və sonra bizim diaspora nümayəndələrimizə qarşı hücumlar baş verdi, hətta 2 nəfər öldürüldü. Sonra Rusiya kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatı tüğyan elədi, deputatlarına qədər, siyasət xadimlərinə qədər, gecə-gündüz Azərbaycan əleyhinə bəyanatlar. Bu da soyuluğa səbəb oldu. Ancaq bunun davam etməsi, bu vəziyyətin qorunub saxlanması qeyd etdiyim kimi bu yaxşı hal deyildi və Azərbaycan heç istəməzdi ki, tərəfdaş dövlətlə münasibətlərimiz bu səviyyə gəlib çatsın. Düzdür, Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə görüşündə ayaqüstü Azərbaycan və Rusiya prezidentlərinin görüşü oldu. Amma bu bir təmas idi, qısa müddətli və Audi günündə 7 oktyabrda Azərbaycan prezidentinin Rusiya prezidentini təbrik etməsi zamanı bu razılaşma əldə edildi ki, elə biz onsuz da deməli Tacikistan paytaxtı Düşənbədə olacaq, MDB Dövlət Başçılar Şurasının toplantısında. Çox üzr istəyirəm, amma bu ilk dəfə cənab prezident tərəfindən atılmadı bu addım. Ondan bir ay öncə məhz Putin birinci vitse-prezidenti. Bəli, bu da oradan gəlmiş. Ad günü ilə bağlı, bu görüşün təşkili ilə bağlı, bəli 7 oktyabrda oldu. Ondan əvvəl, bəli, avqustun 26-sı ilə hörmətli Elvan Xəməliyevin bəli ad günü ilə bağlı bu olmuşdu. Elvan müəllim sadəcə görüşün təyinatını deyir. Görüşün təyinatı, Düşənbə görüşünün keçirilməsindən bağlı razılaşma 7 oktyabrda telefon zəngindən sonra əldə edildi və bu görüş hava sükmü lazım idi. Hesab edirəm bu çox önəmli bir görüş idi və bu görüşdə Azərbaycan prezidenti cənab İlham Əliyevin davranışı, onun bu hadisəyə, yəni bu qəza, bu aviaqəza ilə bağlı məsələlərə yanaşması, mövqeyi, prinsipallığı, qətiyyəti hesab edirəm o kadrlarda da hamısı gözünüzdür. Və cənab prezident vurğuladı ki, bu görüşə doğrudan böyük ehtiyac var idi. Bax, bu görüşün keçirilməsinə.